Nella adlanılır. Mesela keşniş değil. Kinza, yani keşnişin toxumunun tozu üyüdülür. O mütləqdir. Olmasın olmasın. Hə. Evde yemek olarak ne oluyor? Bəli, bəli. Deməli, uçxodur, xarçodur. Xarço sarı rəngdə olandır. Uçxo açıq salat rəngdə olandır. Kinza açıq qəhvə idi. Keşnişin toxumu üyüdülmüş. Kondari bizdə nanə, gürcülərdə kondari. Yəni nanə belə deyirik. Onların özlərinə məxsus olan. Onların hamısının qarışığına və sarımsaq tozu qarışığını, onların hamısının qarışığına ximeli sunelli deyilir. Yəni mən özünüz onu hansısa bazarlarda satışda var. Onu az-az alırsan, qarışdırırsan. O daha qəşəng, gözəl effekt verir. O daha qəşəng. Yox, biraz xarço həmişə bir qaşıq artıq olur. Məsələn, bir yeməyə 2 qaşıq, 1 qaşıq kinza vururuq, 1 qaşıq uçxo vururuq, 2 qaşıq xarço vururuq. Yəni onları alıb qarışdırıb qoymağınız daha yaxşıdır. Çünki hazır marketlərdə ximeli sunelli yazılır, onu almaqdansa. Bu ondan güclü effekt. Bu hazır alınıb qarışdırılmış ədviyyatlardır. Görsən? Hamısının qarışığının qoxusu var. Yəni bu ən yaxşısıdır. Özünüz alın, qarışdırın. Kaşıkada almışam. Alıp hazırlayarım da. Hə, alırsan, qarışdırırsan, kartoşka qızardırır. Sıvan nuri, sıvan duzu deyilən gürcünün ədviyyatı var. Tərkibində duzu var, sarımsaq tozu, hər bir ədviyyatların biraz belə hələ ki duza yağ vurublar, su vurublar, belə dübür-dübür olur. Kartoşka qızardırır evdə. Qəşəng o kartoşka qızarana yaxın ondan səpirsən üstünə. Sonra bir damcı balaca bir dənə qısaq ərinməmiş kərə yağı at, ya ət qovrulmuş ilə bir yerdə çox möhtəşəm. Çox qəşəng, çox qəşəng dadı olur. Yəni o uşaq kartoşka yemirsə, onu yeyəcək. Həm duzu var tərkibində, həm ədviyyatlar. Xeyirli də mədə bağırsağa, yəni birinci xeyri olan ədviyələrdir. Yəni ədviyələrdən ziyan yoxdur. Bunu sarımsağı çıxardaq, tozu, svejini bırak. Buna vurmayaq, buna o sarımsağı çıxardaq, tozu. Tozunu çıxardaq. Svejini, qıraqda vururlar, tozları amma bir-birinə qarışdırırlar.